Otaylı, butaylı soydaşlarımız, güneydə baş verən hadisələri çəkib bizə göndərmək, məlumat ötürmək ya da fəaliyyətimizlə bağlı tənqidlərinizi, önərilərinizi Günas TV-yə bildirmək üçün gördüyünüz nömrələrin WhatsApp və Telegram hesabı ilə bizlə bağlantı qura bilərsiniz. Xoş gördük, hörmətli tamaşaçılar. Bizim mövqe verilişi belədir. Ermənistan hökuməti, Ermənistan iqtidarı, hətta Paşinyan özü bəyan eləmişdi ki, biz İranla danışmışıq və İran trip layihəsinə qarşı bizə qarşı problem yaratmayacaq. Və trip layihəsini qəbul edir və bunu iqtisadi bir layihə kimi. Bu, Erməni mediasında, o cümlədən elə bizdə də tirajlandı. Amma 2 gün bundan qabaq Xamneyinin müşaviri, həm keçmiş həm də ki, hərbi müşaviri Yahya Səfəvi bəyan elədi ki, belə bir razılaşma, belə bir fikir İran tərəfindən deyilməyib. İran bu fikirlə razılıq deyil. İran yenə də trip layihəsini öz qırmızı xətti hesab və ölkəsinin şimalında Amerikanı görmək istəmir və görməyəcək. Və belə də bildirmiş ki, biz cənubda, Hörmüz boğazında Amerikadan vuruşa-vuruşa, şimalda Amerikanın hər hansı bir iqtisadi layihənin həyata keçirməsini icazə verir. Bu bəyanatdan sonra yeni müzakirələr açılır. İranın bu mövqeyi adətən Azərbaycana qarşı və ilk dəfədir ki, Ermənistana qarşı belə bir fikir. Ümumiyyətlə, İran trip layihəsini necə görür? Bunu Zəngəzur dəhlizi kimi qəbul edir, yoxsa fərqli layihə hesab edir? Bu bəyanatların arxasında nə dayanır? Özündə bu iqtisadi layihədə iştirak etmək üçün belə sərt bəyanat verir, yoxsa doğrudan mı Azərbaycana qarşı tutduğu mövqeyi yenidən təkrarlayır? Studiyanın qonağı, daha doğrusu bölüşümüzün qonağı, siyasi şərhçi Milli Cəbhə Partiyası Başqan müavini Məhəmməd Əsədov Qurcan. Məhəmməd bəy, xoş gördük. Xoş gördük. Məhəmməd bəy, İran trip layihəsini, əvvəlcə bunu aytmışlar. İran trip layihəsini Zəngəzur dəhlizi formatında görür, yoxsa fərqli baxır mı? Bilirsiniz, İran tərəfi elə əvvəldən Zəngəzur dəhlizinə qarşı çıxır. Və bunun adı trip oldu ya Zəngəzur oldu. İndi bunlar tripi mana eləyirlər, bunu bəhanə gətirirlər və düşünürəm ki, əsas hədəf elə Zəngəzur dəhlizidir. Çünki İranın indi trip layihəsini bəhanə gətirməsi, hesab edirəm ki, bunların səmiyyətinə inanmıram. Hədəf məhz Azərbaycan Türkiyə ilə birbaşa bu əlaqəsini saxlamaq və Türkiyənin Mərkəzi Əsiyyə çıxış yolunu qapatmaqdır. Zəngəzur dəhlizi nə yaradılmışdır ki, Türk dünyasını parçalamaq, Azərbaycan Türkiyə ilə birbaşa qurur yolunun kəsmək. Zəngəzur ona görə verilmişdir Ermənistana, SSR vaxtı və təbii ki, o vaxtı, həmin vaxtı İranda Qacarlar idi hakimiyyətdə. Amma ümumi götürülüşdüksə, İranda kimlərin hakimiyyətdə olması son 120 ildə onların Azərbaycana mövqeyi dəyişməsi olaraq qalır. İstər Sovet hökuməti vaxtı, istər 1918-ci Cümhuriyyət vaxtı. Mən düşünürəm ki, İran trip layihəsinə, Zəngəzur dəhlizinə qarşı çıxacaq. Yəni, İran deyəndə bilirsiniz ki, İran prezidenti Məsud Pezeşkiyan daima qeyd edir ki, Zəngəzur dəhlizi İranın maraqlarına qarşı deyil. İran da buna istifadə edə bilər. Amma İranın xüsusilə İslam İnqilab Keşikçiləri Korpusunun rəhbərliyi konkret olaraq Zəngəzur dəhlizinə, trip layihəsinə qarşı çıxır. Sonunda da İranın general-mayoru Sebah komandanlarından olan Yahya Səfəvi yenidən trip layihəsinə qarşı çıxdı və Ermənistanla İran hökuməti arasında
razılaşmanın olmadığını vurdular. Amma qeyd edim ki, Ermənistan hökuməti ilə İran hökuməti arasında tibb layihəsi ilə bağlı anlaşma var və İran hökuməti də onlara konkret olaraq bu layihəyə qarşı çıxmadıqlarını vurdu. Amma göründüyü kimi Sepah yenə də öz ampulasındadır. Analoji olaraq yenidən bu tibb layihəsinin Zəngəzur layihəsinə qarşı çıxır. İran ətrafında vəziyyət getdikcə daralır, vəziyyətləri pisləşir. Çünki Donald Trump İrana qarşı artıq yumuşaq gücdən istifadə edəcək. İqtisadi təzyiqlər, blokada, sanksiyalar bu müharibədən də daha çox İrana zərbə vuracaq. Təbii ki, Sepah bunu gözləmirdi. Sepah daha çox müharibənin davam etdirilməsi Sepahın marağında idi. İndi fikir verək, İrana qarşı artan təzyiqlər və İrandan sanksiyaların tətbiq olunması təbii ki, Tehranı sağa sola yenidən fırlanmağa gətirib çıxaracaq. Bunlar yenidən Cənubi Qafqaza göstərəcəklər. Amma düşünürəm ki, Azərbaycanla bu iqtisadi təzyiq fonunda, sanksiyalar fonunda, blokada fonunda çalışacaqlar ki, Azərbaycanla münasibətlər normal saxlasınlar. Çünki Azərbaycan üzərindən Rusiya ilə quru yollar, maaşlar, iqtisadi əlaqələr var. Amma Zəngəzur dəhlizinə düşünürəm ki, konkret olaraq bəyanatdan o tərəfə keçməyəcəklər. Bura Körfəz regionu deyil ki, bura PUA göndərsinlər və yaxud raket atsınlar. İndi müharibəyə gedişlə Naxçıvana bunlar PUA-lar atmışdılar, dronlar atmışdılar. Amma bunun nə qədər İran üçün daha başı gələcəyin də fərqində oldular. İranın şimalı ərəblər deyil ki, burada ərəblər yaşamır. Bu ərəblər ki, bir-biri ilə mübarizə aparırlar, strateji planlar yoxdur, süni dövlətləri var. Yəni, ərəblərlə türkləri mən düşünürəm ki, Farslar ayırt edə bilirlər. Çünki şimalında Türkiyə, Azərbaycan və Mərkəzi Asiya türk ölkələri var. Bu dəhliz də, bu Zəngəzur dəhliz də məhz bu ölkələri birləşdirir. Əgər Türkiyə ilə Azərbaycan, Mərkəzi Asiya türk dövlətləri İrana qarşı birləşsələr, bu İran üçün azınacaqlı vəziyyət və dövlətçiliyin itirilməsinə gətirmişlərə bilər. Yəni, bunu İrandakı oturanlar yaxşı başa düşməlidirlər. Azərbaycana qarşı, Türkiyəyə qarşı düşmənçiliyi bir kənara qoymalıdırlar. Zəngəzur dəhlizi Azərbaycan hissəsinə, bir hissəsinə keçməkdir və bu Zəngəzur qədim Azərbaycan torpaqda təkcə Zəngəzur yox, Güney Azərbaycan, Təbriz, Urmiya, Mərəd, Həmədana kimi Azərbaycan torpaqlardır da Azərbaycanlılar yaşayır. Qeyd edim ki, Azərbaycan Respublikası onsuz da Araz çayı üzərindən körpü tikib, İran üzərindən Güney Azərbaycan istiqamətinə Araz vadisi dəhlizi də olacaq. Onlar nədən naxildir? Onlar da bu yoldan istifadə edə bilir. Və Cənab Prezident də Naxçıvanda çıxışında qeyd etdi ki, Zulfadan İrana dəmir yolu açılacaq, açıla bilər və bu Fars körfəzinə gedə bilər dəmir yolu. Yəni, İran da bu dəmir yoldan Naxçıvan üzərindən Avropaya da üzvlərini göndərərək iqtisadi əlaqələr qurar. Mən hesab edirəm ki, İranın bu layihəyə qarşı çıxması İranın öz əleyhinə işləyəcək. İran qonşularla normal münasibətlər üstünü saxlamalıdır və regional iqtisadi layihələrdə, kommunikasiya, nəqlər layihələrində də iştirak etməlidir. Qeyd edim ki, indi Sepah özünü regionda yenidən öz göstərisi mövqeyini gücləndirmək istiqamətində siyasət həyata keçirmək istəyir. Çünki müharibənin artıq birinci mərhələsi başlanıb, müharibənin birinci mərhələsi başa çatır və İran özünü qalib hesab edir. Amma düşünməsinlər ki, İranın hərbi infrastrukturu sıradan çıxıb, bundan sonra iqtisadi təzyiqlər, blokada, İran neftinin satışının tamamilə imkan verilməməsi İranı iqtisadi kollapsa gətirib çıxaracaq. 90 milyon əhalini dolandırmaq, onların sosial vəziyyətini yaxşılaşdırmaq Sepah generalların başı üçün deyil. Onlar yəni hesab edirlər ki, raketlərlə, yenidən PUA-larla xalqın başını qarışdıracaqlar.
Artıq mən söhbət edirəm ki, etap başa Trump da bunu bilir. Bunu bildiyi üçün müharibənin heç də İran üzərində tam qələbə əldə etməyin artıq etməməyin fərqində olduğuna görə də iqtisadi təzyiqlərə başladı. Amma bir məsələdir, bunu mən həmişə demişəm. Fevralın 28-də Donald Trump gərək Benjamin Netanyahu təhliki ilə İrana hücum etməməli idi. Niyə görə? İlk növbədə İran bu müharibəyə hazırlaşmışdı, asimetrik müharibəyə. Çünki İran əlində nə qədər kifayət qədər dronlar, raketlər olduğunu, bunlar hələ Hörmüz boğazını hələ nə İsrail, nə də Amerika planlaşdırmamışdı ki, bu günə Hörmüz boğazı bir növ İran rejiminin əlində bir kart blanş olacaq. Gərək Amerika tərəfi İrana daha sarsıdıcı iqtisadi təzyiqlər etməlidir. Onun neftin satışına məhdudiyyətlər qoymalıdır. İndi necə onu edir? Dəniz blokadası, tamamilə kölgə donanmasına qarşı İranın bütün neft satışı dayandırılsa, İran əlbəttə ki, iqtisadi cəhətdən çökəcək. Bu, hərbi hücumdan da daha betərdir. İqtisadi vəziyyətin pis olması xalqın da narazılığına gətirib çıxaracaq. İndi bunu Ağ Evdə başa düşüblər və nə qədər başa düşüblər ki, indi Benjamin Netanyahunun təhriki ilə buna getdiklərinin də fərqindədirlər və oktyabr 27-də İsraildə keçiriləcək parlament seçkilərində Ağ Ev Trump Benjamin Netanyahunu da dəstəkləməyəcək. Çünki Trump'ı çox çətin vəziyyətə saldılar. Trump'ın imici zədələnib, çünki İran üzərində bunlar qələbə, faktiki, de yuri qələbə qazana bilmədilər. İndi belədir. İran, Amerika heç bir şərtini qəbul etmədi. Amerikanın körfəzdə olan bazaları tamamilə darmadağın olundu. Fakt belədir. Amerika öz bazalarını yaxın şərqdə qoruya bilmədi. İran burada sıradan çıxartdı. Bunu etməməlidir Amerika bilir. İndi bundan sonra da Amerika orada hərbi bazalar qura bilməyəcək. İqtisadi təzyiqlərlə bunu etməlidir, dəniz blokadası ilə imkan verməməlidir neftinə. İran iqtisadi cəhətdə çıxandan sonra sosial vəziyyət pisləşəndən sonra orada İranla haqq hesab çəkmək olardı. Mən düşünürəm ki, Trump'ın da müharibədən bir yol kənara çəkilməsi konqresə keçiriləcək aralıq seçkilərlə də əlaqədardır Parisdə. Çünki yenidən hücumlar olursa, yenə də nəticə olmayacaq. Görünür iqtisadi təzyiqlərdən sonra konqresdə yer tutarsa, növbəti mərhələdə iqtisadi təzyiqlərlə, sanksiyalarla bərabər yenə də Amerika İrana qarşı hərbi əməliyyatlar keçirəcək. Qeyd edim ki, İranın bu vəziyyətdə, mən həmişə bunu canlı efirlərdə dəsin, efirlərdə demişəm, İran rejimini indiki vəziyyətdə buraxmaq lazım deyil. Əgər onları buraxsa, bunlar regiona terror əstirəcəklər. Necə ki, bunu edirlər. Baxın, İran rəsmiləri həftədə bir dəfə İraqa gedir. İranla artıq bir çox məsələləri müzakirə edirlər. Ərəb ölkələri, Körfəz ərəb ölkələri artıq İrana yalvarır ki, üsul ödəyirlər, Birləşmiş Ərəb Əmirlikləri tonlarla qızıl, milyarlarla dollar İrana verir, Hörmüz boğazına istifadəyə mənə icazə verir. Səudiyyə Ərəbistanı bir razılaşma həyata keçirir İranla. Bunun da günahkarı təbii ki, Donald Trump və Benjamin Netanyahu təqdimidir və bunlar İranla bağlı hesablamaları demək olar ki, 70% səhv çıxdı. Yəni planları, nəticə nə olmalıdır? İran rejim dövrilməli idi, nüvə tamamilə əllərinə alınmalı idi. Heç biri olmadı. Balistik raketlər yerində, nüvə ilə bağlı məsələ yerində, rejim yerində, Xanı və Amerikanın, nəticə nə oldu? Amerikanın yaxın şərqdə bazaları tamamilə sıradan çıxarılıb və salam. Yəni, bizim də istədiyimiz o idi ki, rejim ya dəyişməlidir, ya da tamamilə Amerikan şərtlərinə razılaşmalara getməlidir. Trump həqiqətən dedi, elə təşrif verilmişdim ki, bu İranın maraqlarına uyğun idi. Memorandumdan söhbət gedir. Pezeşkiyanla Trump arasında memorandum imzalanmışdır. Göründüyü kimi o İranın maraqlarına uyğun idi. Diplomatik masada müəyyən üstünlüğü qazanmışdı, amma Sepah onu da Rusiya aldı. Bu məsələdə İran səhv elədi.
bu anlaşmayanı pozulmuşdur. Çünki İran da Amerika tərəfindən dedin, İran tərəfində qoymadı. İranda da hazırda işlək vəziyyətdə olan bir infrastruktur qaldı. Və yaxşı dedim, 90 milyonluq əhalini dolandırmaq üçün, yedizdirmək üçün heç nələri yox. Ölkə blokadadır, sanksiya yürütüldür. Yəni, hazırda da bu vəziyyət onlar üçün problemdir. Gəl, trip layihəsinə qayıdaq. Burada bəzi məqamlar var. Bu məqamlardan biri də İran-Ermənistan münasibətidir. Mənə maraqlandıran məsələdə bu aspektdir. Daha çox diqqətimi çəkir. Bildiyim qədəri də İran-Ermənistan münasibətləri həmişə amar olur. Yəni, hətta Ermənistan İranın maraqlarına qarşı çıxacaq addım atdığı dövrlərdə belə yenə də İran Ermənistanla həmişə xoş münasibət bəsdir. Azərbaycanın bir dənə yüngül bir, belə deyək, İran əleyhinə fikri onlarda şişirdilmiş Azərbaycana az qalaq hücum eləmək həddidir. Amma Ermənistana qarşı o münasibət olur. İlk dəfədir ki, Xameynin müşaviri səviyyəsində Ermənistana bu cür ittiham gəlir və Ermənistan hüküməti yalanlandı. Fikrincə, bu Ermənistan, özdəki bu hansı dövlət düşdür? Yadındadır, son bir ayda Ermənistan nazirləri İrana gedir, İran nazirləri Ermənistana gəlir. Yəni, çox ciddi diplomatik trafik var Ermənistan-İran arasında. Və son bəyanatlar ondan sonra da. Fikrincə, o İran, indiki rejim, yəni bugün İranda hakimiyyət Sepahdır, bunu da hamı bilir. Mustafa sağda eliş bəllidir. Sepahdır bu dəqiqə hakimiyyətdə. Bu hakimiyyətin Ermənistanla münasibətlərində Amerika amili, Amerikanın bölgəyə gəlməsi amili, Amerikanın qafana, bizim qafan dediyimiz, bizim Zəngəzur dediyimiz bölgəyə yerləşməsinə İranın, belə deyək, sakitcə oturub baxması və Ermənistanla xoş münasibət davam etdirilməsi mümkün olacaq. Mən düşünürəm ki, mümkün olacaq. Bəli, xüsusilə Sepah, deyək ki, hökumət buna hər hansı bir ciddi mane Pezeşkanın səlahiyyətində olsaydı, buna müsbət yanaşacaqdı. Amma hazırda Sepah buna qarşı çıxır, məhz onların konsulluğu da oradadır. Mən düşünürəm ki, İran-Ermənistan əlaqələri bundan sonra naxamar olacaq. Çünki Amerika şirkətləri orada olacaq. Amma nəzərə alaq ki, İranla Ermənistan arasında da yeni bir yol xətti çəkilir. İran tunel tikilir Ermənistan arasında, şimal-cənub yolu. Bu da var. Amma Sepah daima bir növ Ermənistana təhdiddə saxlayacaq. Əvvəlki kimi düşünmürəm ki, münasibətlər yüksək səviyyədə olsun. Amma Amerika-İran razılaşmasına, əgər razılaşma baş tutarsa, təbii ki, Ermənistan-İran əlaqələri ilə əvvəlki normal vəziyyətinə düşəcək. Sadəcə olaraq İranın Ermənistana böyük simpatiyası, İrana Ermənistana dəstək verməsi Azərbaycan Türk kamilinə görə olur. Burada nə var? Bunu bilirik də. Sabahları Ermənistan İranın tamamilə maraqlarına hərəkət edəcəksə, təbii ki, İranın rəhbərliyi Ermənistana da təzyiqlər edəcək. Çünki Ermənistan Azərbaycanla artıq sülh müqaviləsi bağlayacaq, Türkiyə ilə sərhədlər açılacaq, buna İran maraqlarına cavab verir. Ona görə də Ermənistanla da təzyiqlərin olması istisna deyil və trip layihəsinə də müəyyən qədər çalışacaqlar ki, problemlər yaratmağa cəhd etsinlər, amma bu cəhd ilə cəhd içində qalacaq. Bax, burada bir məsələ var. Rusiya da son vaxtlar bu məsələdə bu layihəyə qarşı çıxır. Fikrincə, bu Tehran-Moskva müttəfiqliyinin daha da güclənməsinə, yəni məhz trip layihəsinə qarşı diqqəti yönəltməyinə şərait yaradacaq. Əlbəttə ki, bu günlərdən yollarla bağlı Rusiya-Ermənistan arasında dərin bir önaydı. Çünki Xalqali dəmir yolunun çəkilməsinin tenderini Ermənistan beynəlxalq tenderinə çıxardı, Rusiya verir. İkincisi, bu günlər Rusiya-İran arasında hərbi ittifaq etdicə möhkəmlənir və Rusiya Xəzər dənizi vasitəsilə İrana silahlar və müttəfiqlik davam edir və Sepah da birbaşa necə deyim, bütün çox təlimatlar regionla bağlı Moskvadan alır. Və Zəngəzur dənizi trip layihəsində bu günlər Rusiyanın geosiyasi
maraqlarına, iqtisadi maraqlarına ziddir və çalışır ki, açılmasın. Hələ Rusiya burada 2020-ci ildə gələndə özü orada olmalıdır, amma yenə də istəmirdi ki, o yol açılsın. Amerika Birləşmiş Ştatları, Azərbaycan, Ermənistan birgə bu istiqamətdə fəaliyyət göstərir. İndi Rusiya bir növ İranı verib qabağa. Mən hesab edirəm ki, Bəhəm Səfəvinin bu kimi açıqlamaları xüsusilə Trip layihəsilə bağlı birbaşa Moskva ilə sinxrondur. Çünki Sepah daima Rusiyanın hərbi siyasi elitasını kəşf etdiyindən çox isti münasibətlərə malikdir. Koordinasiyalı çalışırlar, Ukrayna müharibəsində regionla da bağlı. Rəhim Səfəvi birbaşa ilə Moskvaya tez-tez gedib gəlir, onun Çinlə, Rusiya ilə demək olar ki, hərbi texniki kəşfiyyat məsələləri kuras edir Rəhim Səfəvi. Qeyd edirlər ki, o adam Azərbaycanlıdır, amma onun Azərbaycanlı olduğunda mən şübhə edirəm. Çünki bu qədər region ölkələr, xüsusilə Azərbaycan və Türkiyə, türklərə qarşı düşmənçiliyin bariz nümunəsini göstərir Rəhim Səfəvi. Mən hesab edirəm ki, Ermənistan tərəfi, bəli, Rusiya bunu açıq şəkildə etməsə də, xüsusilə Zəngəzur Trip layihəsində, amma İranın əli ilə, xüsusilə Sepahın əli ilə bu istiqamətdə müəyyən girişlər etməyə cəhd edəcək. Təhdidlər barəsində nə deyərdin? Hörmüz boğazındakı baş verən təhdidin eynisini Xəzərdə və Zəngəzur belə deyəlim. Yox, bu surətdə. Çünki Hörmüz boğazı tamamilə hərbiləşib. Hörmüz boğazında orada müharibə meydanıdır. Müharibə tamamilə fərqli regionlarda, fərqli də hərbi siyasi quruluşlara malik regionlardır. Hesab edirəm ki, nə Xəzər dənizində, nə də bu Zəngəzurla bağlı, Hörmüzlə bağlı baş verənləri İran etməyəcək. Çünki dediyim kimi, Xəzər dənizi və Zəngəzur dənizində burada Türkiyənin və Azərbaycanın rolu və İran da istəmir ki, daha çox bu ölkələrlə də, Azərbaycanla da, Türkiyə ilə, həmçinin Çinlə də ciddi böhrana keçsin. Bu İran maraqlarına zidd olur. Və Azərbaycan da növbəti mərhələdə İran kimdə bir nəfəsilik olacaq iqtisadi mərhələdə. Azərbaycan üzərindən Rusiya ilə bunların iqtisadi əlaqələr saxlayacaqlar, müəyyən dərəcədə sanksiyalardan da yayınmaq üçün. Mən düşünürəm ki, yəni Hörmüz boğazında baş verənləri Tripdə və Xəzər dənizində təşkillanması mümkün deyil. Buna da lüzum da yoxdur. Gedən proseslərdə bunu göstərir. Bəs pay almaq istəyi, pay almaq üçün bu cür sərt addımların bu cür Araz dəhlizi var da. Kimin? Yəni bu cür sərt bəyanatlar verməklə Trip layihəsindən pay almaq istəyi. Həm Moskvanın bu istəyi, həm də Tehranın bu istəyi. Yəni bu cür sərt reaksiyalardan pay almaq imkanları varmı? Bu Trip layihəsi Ermənistan payından verə bilər də burada. Amerikanın inanmıram. Amma Ermənistan payından verə bilər. Yəni, bu konser... Bu Trip 42 kilometrdə Ermənistan arasındadır. Azərbaycan və Azərbaycan səsi Zəngəzur dəhlizi. Gedib Ermənistan və İranla da Rusiya pay verə bilir. Amerika ilə Ermənistan özü Trip layihəsini razılaşdırıb və bu yaxınlarda da bunu institutlaşdırdılar və sənəd imzaladılar. Və pay bölgüsü də reallaşdı. Ona görə də Amerikada imkan verməz ki, Ermənistan İrana və yaxud Rusiyaya hansı buradan pay versin. Təbii, yəni bu da mümkün deyil. Rusiyanın ikincisində dəlindən çıxır. İrana da dediyim kimi Azərbaycan alternativ Araz dəhlizini çəkir. Arazın bu tayda. İran bundan nədən naxatdır ki, Amerikanın orada hər hansı bir Amerikanın orada özəl şirkətləri olacaq. Orada Amerika Birləşmiş Ştatları silahlı qüvvələr olmayacaq ki, Tripdə müəyyən bir təhdid olunsun və bura hərbiləşsin. Yəni, proses bundan ibarətdir. İranın bütün çabaları, bütün bu bəyanatları boşunadır və heç bir onların təhdidləri bu dəhlizin açılmasından gəlləyə bilməz. Yaxşı, onda bunun səbəbi nədir? Səbəbi dediyim kimi, regiona təzyiqlər edir.
regionu öz nəzarətinə alma, mən də varam demək istəyir. Həmişə təzyiq edir və Kirib layihəsinin Zəngəzurun açılmasını istəmir İran. Nəqliyyat yollarına özü nəzarət etmək istəyir. O istəyir ki, öz ərazisindən gəlib keçsin bu nəqliyyat dəhlizi. Və nəqliyyat dəhlizlərinə də nəzarət bir növ bir çox regionlara nəzarət etməkdir, öz geosiyasi mövqeyini gücləndirməkdir. Və Zəngəzur dəhlizinin açılması İranın milyonlarla dollar vəsaitdən əlinin üzülməsi deməkdir. Bu nəqliyyat dəhlizidir və yüklər birbaşa Azərbaycan, Türk və Türkiyə üzərindən keçəcək. İran təbii ki, bundan məhrumdur. Ona görə də milyonlarla dolların vəsaitin öz ərazisinə keçməsini istəyir. Ona görə də bu təhdidləri, bu təzyiqləri, bu bəyanatları verir. Bəs real təhlükə varmı? Yəni onlar dedikləri kimi təhlükə də varmı? Bilirsiniz, təhlükə obyektiv yanarsa, obyektiv dedi ki, ziyanlarını dedin, İranın ziyanını dedin. Başa düşdüm ki, bu ziyanları ziyana getmək istəmir, qazancını itirmək istəmir. Bəs təhdid varmı? Bilirsiniz, təhdid mən düşünmürəm ki, onlar Zəngəzur dəhlizinə Ermənistan arasında 40 kilometrə hər hansı bir bomba... Trip layihəsi deyək də, Zəngəzur dəhlizi demir. Zəngəzur dəhlizi trip layihəsi. Bomba atarlar və puanlarına hücum edərlər. Mən bunu düşünmürəm. Onda ola bilər ki, Amerika-İran müharibəsi daha dəhşətli vəziyyətdə davam edər. Müharibə miqyası genişlənər. Amerika şirkətləri kiliddə olar. Onda İran nəsə edə bilər. Amerikan şirkətini orada vurmaq trip layihəsində puanlar ata bilər. Kamikadze dronlar ata bilər. Amma belə bir müharibə olmayacaqsa, İran konkret olaraq trip layihəsini təhdid etməyəcək. Çünki Azərbaycan, Ermənistan da Türkiyədə... İranın trip layihəsinin təhdidindən getir. Trip layihəsinin İran üçün təhdidi varmı? Qəti surətdə. Trip layihəsi iqtisadi layihədir, humanitar sahədir. Burada İrana nə təhdid ola bilər? Belə bir şey ümumiyyətlə yox. Gələcəkdə də Amerika-İran münasibətləri düzələndən sonra da İranda bu trip layihəsini istifadə edəcək. Sadəcə olaraq İran dediyim kimi bahanə axtarıb bu trip layihəsini özünə təhdid hesab edir. Bu iqtisadi layihədir, Avrasiya regionunu bir-birinə bağlayan bir ticarət marşrutudur. Bir ticarətin region qonşu ölkəyə nə problem ola bilər? Ona faydalana bilər. Bax, Çinin mövqeyi də bu məsələdə hələ ki bəlli deyil. Amma çox güman ki, açılmasını istəyir. Çünki bu layihənin əsas mənbəyi o Çindir. Yəni, böyük İpək yolunun üstündə trip layihəsi bir hissədir və əsas da bağlayıcı hissələrdən biri. Fikrincə, Çinin Amerika Birləşmiş Ştatlarının bu layihədə bu səviyyədə iştirakı Çinin İranla münasibətlərində, Çinin Rusiya ilə münasibətlərində bir bağlayıcı, belə deyil, bağlayıcı bir bağlayıcı nöqtə varmı? Bağlayıcı məqam varmı? Düşünmürəm. Çin də istəyir ki, Zəngəzur dəhlizi açılsın. Çin ümumi sakitlik nümayiş etdirir. Çin üçün sabitlik lazımdır. Və hesab edirəm ki, Çin konkret olaraq elə Zəngəzur dəhlizi tez açılmasını istəyir ki, öz yüklərini daha tez şəkildə Avropaya çatdıra bilsin. Nə Zəngəzur dəhlizi trip layihəsinə qarşı nə İranla əməkdaşlıq edir, nə də Rusiya ilə. Çünki Çin də Rusiya və İranın bu regiona necə düşməncəsinə yanaşdığını da çox yaxşı bilir. Ona görə də hesab edirəm ki, Çin buna getməyəcək, sadəcə olaraq Çin sabitlikdə maraqlıdır və Çin də istəyir ki, bu dəhliz tezliklə açılsın. Və sonda bir məqama da istəyərdim toxunaq. Vaxtımız zaten azalır, amma toxunmağını istəyərdim. Əlaqsının Azərbaycanın haqqında, Azərbaycan prezidentinin Pezeshkan Tökes haqqında danışıqları barəsində fikrini yaxındır. Bu fikirlərin, bu bəyanatın niyə dediyini və nəyə görə dediyini istəyərdim. Bilirsiniz, Azərbaycan prezidenti Cənab İlham Əliyev İrana humanist yanaşır. İrana müharibədə də humanitar yardımlar göndərdi.
Pezeşkiyan da cənab prezident İlham Əliyevə təşəkkürlər etdi. Təbii ki, Araqçı da Pezeşkiyan hökumətində yer alır. Hökumət təbii ki, Azərbaycanla münasibətləri yaxşılaşdırılmasında maraqlıdır. Dediyim kimi, hökumət də görür ki, iqtisadi vəziyyət ağırlaşır, İrana çıxış yolu lazımdır və ona görə də Azərbaycanla hökumət münasibətləri yaxşı qurmaq istəyir ki, Azərbaycanla iqtisadi əlaqələr və region ölkələri ilə Gürcistan, dediyim kimi, Rusiya ilə normal iqtisadi əlaqələri qursunlar. Çünki birisi Pezeşkiyan demişdi ki, müharibə gündə Azərbaycan yolu bağlamışdı. Vəsiyyətimiz bilirsiniz də. Çünki İran hücumu olmuşdu Naxçıvana. Ona görə də hökumət reallığı bilir və ona görə də Azərbaycanla cənab prezidenti ona görə onlardan minnətdarlıq edir. Təbii, mən bu məsələdə fərqli nüansları da fikirləşirdim, danışardıq, vaxtımı sevib tutardım. Növbətə məsələlərində mən bu barədə suallarım, çünki Araqçı qəribə sözlərlə ifadə elədi bunu. Bir dəfə Azərbaycanca bir söz dedi, bir dəfə Azərbaycanca salam dedi, ona görə yollar açıldı, neynədə? Sözlə oynamağı çox yaxşı bilirlər, amma biz praktik realizlər bilirik. Fars diplomatiyanda qarşındakı kim olduğunda, hansı psixoloji vəziyyətdə, hansı sözlərdə, hansı söz oyunlarına da malik olduqlarını rəsmi Bakı Azərbaycan dövləti çox yaxşı bilir. Ona görə də biz siyasət təşəkkür edirəm sizə. Təşəkkür edirəm. Minnətdarım. Hörmətli tamaşaçılar, xatırladım ki, verilişimin qonağı siyasi analitik Milli Cəbhə Partiyasının başqan müavini Məhəmməd Əsədullah Zaydə. Onu da xatırladım ki, verilişimiz kanalına yayınlanır. Baxın, bəyənin, paylaşın ki, daha çox soydaşım. Mən sizə sizinlə sağollaşıram. Hələlik görüşürük. Türkler gedirlər 700 il, 500 il, ne bileyim bir yere hükümet edirlər. Ondan sonra çıkandan sonra onların kilisaları da yerindədir, dilləri də yerindədir, məzhəbləri də yerindədir, adı, hər şey. 10 dənə, 20 dənə mən nümunə saya bilərəm ki, Türklər, Moğollar bir yere hükümet ediblər. Yüzlərsənə, yəni çoxlu nəslər. Və bu hakimiyyət bitəndən sonra hər şeyin başlanğıcı var, bitişi var. Və ondan sonra görürsən ki, onların hər şey yerindədir. Milliyetçiliği de yerindədir. Yəni nasyonalizmləri də var maşallah bizdən də çox. Demək biz nə iş görmüşük? Biz heç xarac almışıq, bacı xarac almışıq və idarə etmişik. Onları qorumuşuq öz düşmanlarından. Mesela Yunanlıları biz Səlibi savaşlarında qorumuşuq. Onlar yox edirdilər. Yunanlı olmaz deyil Türklər onlardan himayət məsələlər. Mən bunu rəsmən deyə bilərəm. İran deyilən yerdə də Fətəli Şahdan bu yana dərbardan gələn dərbarilərin içindən və Batının da yardımı ilə, Batı deyiləndə o zaman Fransa və İngilizli frankofonlar və anglofonlar. Orada bir İrançılıq yaranır və Türklər iki çeşit olurlar. İrançı Türklər, Azərbaycançı Türklər. İkisi də elə həmən Türklər, ikisi də çox iddia edə bilirlər Türkdülər filandılar. Ancaq onlar yavaş-yavaş qələbə gəlirlər. O zaman çox İrançı, Fars yoxdur.
Yəni Fətəli Şah zamanı, Məhəmməd Şah zamanı ki, özü də türkçü idi əslində. O zaman siz çox İrançı, Fars, yəni o Fars etnikindən görmürsünüz. Əksərən türkdülər İrançı. Biz geçən 100 ildə, 150 ildə biz İrançı və Farsçı türklər, Farsın aşıqı olan, düşkünü olan türklər, Farsların özlərindən o qədər yaratdıq, becərtdik, öyrətdik və mühit də ona fərahəm oldu Rıza Pəhləvidən bu yana.